Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin siyasi kursunda ciddi dəyişiklik siqnalları verib. O bildirib ki, müstəqillik bəyannaməsində əks olunan istiqamət Ermənistan dövlətçiliyinin gələcəyi üçün risklidir və bu yanaşma dəyişdirilməlidir. Ekspertlər isə belə bir dəyişikliyin bütün regionu, cümlədən Azərbaycan üçün əhəmiyyətinə diqqət çəkirlər. Çünki Bakının İrəvanın qarşısına qoyduğu şərtlərdən ən vacibi elə konstitusiyada dəyişikliyin olmasıdır. Ətraflı sujetdə izləyək. Ermənistanın baş naziri müstəqillik bəyannaməsində əks olunan müddəaların dövlətçiliyin gələcəyi üçün risk yaratdığını açıq şəkildə dilə gətirib. Bu, İrəvanın indiyədək formalaşdırdığı ideoloji xəttə yenidən baxmağa hazır olduğunun göstəricisi kimi qiymətləndirilir. Xüsusilə yeni konstitusiya layihəsində həmin bəyannaməyə istinadın çıxarılmasının gündəmə gətirilməsi təkcə daxili siyasi islahat deyil, həm də xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsi kimi dəyərləndirilir. Analitiklərin fikrincə bu addım region üçündə mühüm mesaj hesab oluna bilər. Çünki sir deyil ki, Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas tələblərdən biri də Ermənistanın konstitusiyasındakı dəyişikliyin olması, ərazi iddialarına zəmin yaradan müddəaların aradan qaldırılmasıdır. Ermənistanın hazırki konstitusiyasının və ona bağlı ana sənədlərin mövcudluğu bu şəkildə, yəni bu məzmunda mövcudluğu Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əsas maneədir. Azərbaycan onun rəhbərliyi dəfələrlə bu məsələyə münasibət bildiribdir. Azərbaycan tərəfinin əsas tələbi və şərti Ermənistan konstitusiyasının və ona bağlı ana sənədlərin dəyişdirilməsi ilə bağlıdır. Paşinyanın referendumu bir neçə dəfə keçirməyə hazır olduqlarını bildirməsi isə onu göstərir ki, hökumət bu dəyişiklikləri strateji hədəf kimi müəyyənləşdirib və ictimai dəstək əldə olunana dək proses davam etdiriləcək. Bu isə Ermənistan cəmiyyətində həm siyasi debatların dərinləşəcəyinə, həm də gələcək dövlət modelinin necə formalaşacağı ilə bağlı müzakirələrin genişlənəcəyinə işarə edir.